أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, əziz dəyərli möminlər, əziz dəyərli Azan TV izləyiciləri. Bu günlərdə qaldığımız yerdən mövzumuza davam edərik. Mövzumuz həqiqi mən idim. Ötən mövzuda da bir sıra mətləblərə toxunduq. Xüsusilə qeyd elədik ki, insanın özünü anlaması üçün bir hekayəni bilməlidir. Nədir o hekayə? Adəm əleyhissalamın hekayəsi. Bəqərə surəsində 30-dan 39-cu ayəyə qədər və xahiş eləmişdim ki, o ayələrə özünüz də bir baxasınız. İnşallah ki, baxmısınız. Və yenə qaldığımız yerdən davam edirik. Burada bir sıra məsələlər var idi. Bəzilərinə aydınlıq gətirdik, bəziləri qaldı. Onlar barəsində danışarıq. İlkin olaraq qeyd edək ki, Allah Taala istəmişdir ki, yer üzündə bir xəlifə və canişin yaratsın. Nəinki nəzubillah Allah o xəlifədən və canişindən asılı idi. Belə bir şey demək düzgün bir şey deyil. Bəli, bunu demək düzgün bir şey deyil. Allah Taala bir xəlifə yaradır. Bir xəlifə yaradır. Bu xəlifə kimdir? İnsandır. Nəinki Allahın, nəzubillah, Allahın insana ehtiyacı var. İnsanın elə Allaha ehtiyacı. İnsan Allahsız yaşaya bilməz. Xaliqsiz yaşaya bilməz. İstəyir bu dünyada hər şey olsun. İstəyir nə bilim, var dövlət, hər bir şey olsun. Yaşaya bilməz. Ya bu dünyada zəlalətə uğrayacaq. Bəzən olur insanda. Bəzən olur insanda. İndi onun mövzusu uzundur. Ayılır insan, qayıdır deyir ki, vay mənim halıma da. Yəni bir ömür yaşadım və bu ömrümü də çox pis bir yerə sərf elədim. Düzgün yerə sərf eləmədim, məqsədə uyğun yerə sərf eləmədim. Bəzən də gec olur, bəzən də insan heç bunu demir, vəfat edir, dünyasını dəyişir və ayılır ki, məsələlər var. Qiyamət var, axirət var, qəbir əzabı var. Məqsədimə uyğun yaşamamışam, mən nə cavab verəcəm? Bərzəxin çətinlikləri var. Bəli. Allah Taala deyir ki, mən yer üzündə bir canişin, yəni bir xəlifə yaradacağam. Bir xəlifə yaradacağam. Və ayənin izahını İmam Sadiq əleyhissalam belə nəql edir. Mələklər Adəmin məqamını tanıdıqdan sonra başa düşdülər ki, o və övladları, yəni Adəm əleyhissalam və övladları Allahın yer üzündə canişini və bəndələrə höccət olmağa hamıdan daha layiqdirlər. Hamıdan daha layiqdirlər. Bu nə deməkdir? Əvvəla burada bir sual çıxır ki, və mələklərin qabaqcadan deyək ki, orada verdiyi sual öyrənmək məqsədi ilə verilmişdir. Nəinki biz ötən mövzuda dedik, iblisinki kimi təkzib məqsədi ilə verilmişdir. Mən sənin yəni yaradana, Allaha qarşı deyirdi ki, mən sənin fikrini rədd edirəm, kobud səslənsə də rədd edirəm. Məni düzdür yaratmısan, amma mənə demə ki, ona səcdə elə, buna səcdə elə. Mən bunu qəbul edə bilmirəm. Neynədi? Daxildən təkəbbür yaranır. Amma mələklərin verdiyi sualda təkəbbür yox. Mələklər o sualı verdi ki, başa düşsünlər məsələni, öyrənsinlər. Yəni ola bilər, misal üçün baxın, bu belə deyək də, bu tərəfdən yanaşa bilərik ki, mövzuya. Tutaq ki, bir alimdir, bir də onun tələbəsidir. Alim danışır, müəyyən mövzuları izah edir, sonra tələbə yaxınlaşır ki, üzr istəyirəm ustad, bu mövzunu qeyd elədiniz, bunu mən anlamadım və yaxud da ki, mən belə düşünürəm ki, bu belə olmalıdır. Alim izah verir ki, yox, belə olmalıdır. Eləcə də mələklərlə Allahın məsələsində də belə idi. Mələklər sual verdi ki, sən yer üzündə qan tökəcək, fəsad törədəcək bir kəsmi yaratmaq istəyirsən? Yəni burada təkzib məqsədi yox idi. Təkəbbür yox idi. Sadəcə sual idi. Öyrənmək istəyirdilər və bilirdilər ki, Allah onlardan daha çox şey bilir. Ona görə ayələrin davamında deyir ki, sən paksan, münəzzəhsən, bizə
öyrətdiyindən başqa biz heç nə bilmirik. Sən öyrətmisən, nə öyrətmisənsə bizə. Ona görə də hər bir şeyin məqsədi, məqsədsiz bir şey yoxdur. Bir insana ki, sual verirsən ki, əgər, sən niyə yaşayırsan, o onu tapıb deyə bilmirsə, yəni günah onun özündədir. Əstəğfurullah. Yəni Allahda heç bir günah yoxdur. Quran barəsində deyilir. Zəlikəl kitabel lə reybə hudən lilmuttəqin. Bu kitabda heç bir şək şübhə yoxdur. Müttəqiləri doğru yola yönəldən bir kitabdır. Bu kitabı kim göndərib? Allah göndərib. Və Allahda şək şübhə varmı? Xeyr. Xeyr, şək şübhə yoxdur. Biraz dolayı yolla izah verdik. Olar. Bəli. Davam edirik. Biz qeyd elədik ki, ötən mövzuda da mələklər bunu haradan bilirdi? Yəni daha doğrusu bu sual onlarda necə yarandı? 3 dənə izah verdik. İnşallah ki, o mövzuya da geri qayıdıb baxa bilərsiniz. Və Allah Taala davamında, ayələrin davamında, yəni deyilir ki, Allah Taala Adəmə adlar öyrətdi. Nə idi bu adlar elmi? Ötən mövzuda da qeyd elədik ki, hətta mən bu təfsiri nümunədən bura qeyd eləmişdim ki, İmam Sadiq əleyhissalamdan üzr istəyirəm, Nəcməül Bəyan təfsirində qeyd olunur ki, İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə deyilir: yerlər, dağlar, dərələr, çayların kənarı nəzərdə tutulmuşdur. Yəni Allah Taala ki, Adəm əleyhissalama isimlər öyrətdi, adlar öyrətdi. Nə idi orada? Bütün yerlərin, dağların, dərələrin, hər bir şeyin adı. Hətta deyir altındakı xalını da, imam altındakı xalını göstərir. Bəzi yerlərdə mütəkkə, yəni döşəyici yazılıb. Fərq yoxdur da, yəni. Xalını göstərir və qayıdır deyir ki, hətta bunun isminə qədər öyrədib. Bunun isminə qədər öyrədib. Allah Taala yaradanda insan Adəmi onu dünya üçün yaratmışdı. Nə belə başa düşməkdir, sırf dünya üçün yaratmışdı. Yəni dünyaya gəlməli idi, müəyyən etaplardan keçməli idi, ondan sonra Rəbbinə qovuşmalı idi. Və Adəm əleyhissalamı da yaratdı, ona qısa bir imtahandan keçirdi. Hətta belə bir mətləb də atılır ki, ortaya Adəm əleyhissalamın olduğu cənnət necə bir, yəni ki, real belə deyək də, qazanılmış cənnət idi, yoxsa yox, qazanılmış cənnət deyildi. Birincisi niyə? Birincisi Adəm əleyhissalam biraz pis səslənə bilər, kobud səslənə bilər. Yəni nə etmişdi ki, qazanmışdı o cənnəti? Bir bu. İkincisi, qazanılmış cənnətdə mükəlləf belə deyək də, müəyyən vəzifələr yoxdur ki, sən bunu eləmə, bunu elə. Ona qadağalar yoxdur, qanunlar yoxdur. Üçüncüsü, əgər bu cənnət idisə qovulmuş iblisin orada nə işi var idi? Və burada bir mətləbi də qeyd etməyi mən lazım bilərəm ki, baxın, elə bir şey var da, bəziləri sual verirlər ki, mələklərə də elm, yəni o həddə öyrədilə bilərdi, yoxsa yox? Bəli, öyrədilə bilər. Bəs öyrədilsəydi insana nə ehtiyac qalırdı? Öyrədilə bilərdi. Amma ki, hər bir şeyin bir məqsədi var. Allah yerdəki daşı belə danışan daş edə bilər. Düzdür, düz. Edə bilər də bunu. Amma ki, ehtiyac yoxdur yəni bunlara. Hər bir şeyin öz yaradılış məqsədi var. İnsanın da yaradılış məqsədi bu idi. İnsanın da yaradılış məqsədi bu idi. Bəziləri də qeyd edir ki, Adəm əleyhissalam burada səhv etdi. Günah işlədi. Necə peyğəmbər idi ki, günah işlədi? Bəziləri belədir. Baxın, mən bunu təfsir nümunədə oxudum. Deyir, orada yəni Adəm əleyhissalamın bu yəni günah deyildi. Çünki ona buyurulmamışdı. Haramdır ora yaxınlaşma. Elə bir şey deyil. Nəhy-i irşadi məsələ idi. Nəhy-i irşadi nədir? Yəni ki, bunu eləmə. Yəni bunu eləməsən yaxşı olar. Tövsiyə məqsədi daşıyırdı. Yəni həkimin yanına bir xəstə gəlir. Həkim də xəstəyə deyə bilər ki, misal üçün birinci ehtimalda belə ola bilər ki, bunu isə tamamilə öldürər səni. Olmaz, qəti qadağandır. Amma buradakı məsələ belə deyil. Bir də var ki, həkim qayıdıb xəstəyə desin ki, bunu eləməsən yaxşı olar. Bunu eləməsən yaxşı olar. Təfsir-i nümunədə də qeyd olunub ki, burada nəhy-i irşadi idi, tövsiyə xarakteri daşıyırdı. Allah buyurmuşdu ki, yəni tövsiyə edirəm ki, yaxınlaşma o ağaca. Yaxınlaşma o ağaca.
və şeytan, yəni iblis onları yoldan çıxartdı, imtahan olundu insan. Daha sonra isə Adəm əleyhissalam tövbə etdi, bağışlanma dilədi. İnsan tövbə edir və bağışlanma diləyir. İndi bu məsələlərə bir də başqa tərəfdən baxacağıq. Ümumi olaraq belə deyim, Ərəf surəsinin ötən mövzuda da dedik. Ərəf surəsinin 23-cü ayəsi qeyd olunanları dedi Adəm əleyhissalam və bununla da tövbə etdi, bağışlandı. Amma ki, hədislərdə də var ki, bəziləri çünki bəzi cərəyanlar var ki, qeyd edir ki, axı orada məsumların adına and verməyib, yəni Adəm əleyhissalam, amma verib. Bu hətta araşdırsaz Suyutinin Əd-Durrul Mənsur kitabında da bu qeyd olunub və bir sıra mənbələrdə var. Yəni araşdıra bilərsəniz, istəsəniz, biz kontekstdən kənara çıxmaq istəmirik. Hər nəysə, deməli, bu məsələyə bu baxımdan baxa bilərik. İlkin olaraq Allah insanı yaradıb. İnsanı yaradıb və onu ali məqsədlər üçün yaradıb. Ey insan, boş-boşuna yaşama bu dünyanı. Sən başqa bir məqsəd üçün yaradılmısan. Ali məqsəd üçün. Allaha qovuşmaq üçün. Ötən mövzuda dediyi insan elə bir həddə gələ bilər ki, gəlib Allahın yer üzündə xəlifəsi ola bilər. Və yaxud da ki, bunun əksinə insan elə bir həddə gələ bilər ki, iblisin qoşununda ola bilər. İxtiyar sahibisən. Hansı yolda istəyirsən ol. Allah sənə seçim verib. Allah, yəni ki, baxsaq da, yəni mələklərə seçim verməyib, yəni ixtiyar sahibliyidir. Amma insana verib. Ağaca verməyib, insana verib. Günəşə verməyib, amma insana verib. İnsan ixtiyar sahibidir. Və Allah şirinlik də elə burdadır da. İxtiyarlı ola Allaha ibadət edir. İxtiyarlı ola Allaha ibadət edir. Və mələklər də qeyd edirdi ki, axı sən yer üzündə fəsad törədəcək, qan tökəcək bir kəs mi yaratmaq istəyirsən? Biz sənə ibadət etdiyimiz, şəninə təriflər dediyimiz halda sən yerdə fəsad törədəcək, qan tökəcək bir kəs mi yaratmaq istəyirsən? Mələklərdə nəfs yox idi, amma insanda nəfs var. İnsan ibadət edirsə və itaət edirsə Allaha, deməli mələkdən də üstündür. Və yaxud da ki, bunun əksinə, əgər Allaha ibadət və itaət etmirsə, heyvandan da aşağıdır. Niyə? Heyvanda ağıl və şuur yoxdur. Amma insanda var. İnsan ağlı ilə düşünüb, düzgün yolu tapa bilmirsə, 70-80 yaşına gəlib, hələ öz məqsədini bilmirsə, niyə görə yaşayır? Burada problem var. Bəli, Allah bizə hər bir şey verib. Allah bizi hər bir şeylə belə deyək ki, təchiz edib. İmtahanlar da olacaq, unutma. Necə ki, peyğəmbərlər, məsumlar imtahanlardan keçiblər. İmtahandan üzü ağ çıxsan, ucalarsan. Bəs tutaq ki, imtahanda uduzdun. Bəs onda necə? Allah deyir ki, bəndəm, getmə mənim qapımdan. Mən səni yaratmışam. Mən özümə rəhimli olmağı, belə deyək, yazmışam. Bəs nə edim ilahi? Gəl tövbə elə. Gəl tövbə elə, mən səni bağışlayaram. İndi burada haqqunnas, haqqullah mövzular var, bu ayrı bir məsələ. Amma deyir, Allah deyir ki, şirinlik var da burada. Deyir ki, gəl tövbə elə, ey mənim bəndəm, mən səni bağışlayacam. Mən sənin əlindən tutacam. İxlasla, ixlaslı tövbədən söhbət gedir burada. Xalisanə olaraq həmin şeyi tərk edirsən və tövbə edirsən. Allah deyir ki, mən səni bağışlayıram. Hələ nəinki bağışlayıram, sənə fürsət də verirəm, yol da açıram, qapı da açıram, əlindən də tuturam, aparıram səni o ali məqsədə doğru. Ali məqsədlərə doğru. Bəli. İnsan belə ola bilər. Tövbə edib bağışlana bilər. Və bilin ki, tövbə qapısı hər bir zaman açıqdır və ən böyük günah, ən böyük belə deyək, günah odur ki, Allahın rəhmətindən ümidvi üzmüsən. Ən böyük günahdır. Gedin, araşdırın, hədisləri də araşdırın, Quran ayələrini də araşdırın, görəcəksiniz ki, ən böyük günah deyir, Allahın rəhmətindən ümidvi üzmüsən. Və iblis də elə bunun üçün çalışır.
İblis bunun üçün çalışır ki, Allahın rəhmətindən ümid üzəsən. Ümid üzsən nə olacaq? Günaha daha meyl eləyəcəksən. Məsələ elə burdadır da. Allahı həyatında görməsən, belə deyək ki, artıq şeytanın yolundasan, iblisin yolundasan. Belə. Və qeyd edək ki, vaxtımız da artıq azalıb, və bir məsələni də qeyd etmək istəyirəm inşallah ki, bu şeyi çox yerinə yetirin. İnsan özünü daim və daim təftiş etməlidir. Bunun barəsində inşallah ki, danışarıq başqa bir vaxt. Amma bunu da qeyd edim ki, özünüzü təftiş edin. Necə təftiş edək? İnsan özünü mühasibə eləməlidir. Hər gün yatmamışdan 10 dəqiqə qabaq baxın mənim günüm necə keçdi. Ola bilər ki, biri ilə sərt danışdım. Niyə danışdım? Aha, bu belə. Bunu da qeyd edim ki, bayaqlar qeyd eləyəcəkdim, yadımdan çıxdı. Günahın təsirləri var. Nə qədər də belə deyək, tövbə eləsən də günah təsir qoyur, iz qoyur. O izin aparılması barəsində inşallah ki, danışarıq. Hətta birini qeyd eləyim, Əhl-i-Beyt məclislərində iştirak eləsin, deyir o iz yavaş-yavaş silinər, aradan gedər. Bir bu və müəyyən məsələlər var. Günah iz qoyur. Nəyə iz qoyur? Ruhda iz qoyur. Tövbə eləsən də bəziləri deyir ki, 50 yaşından sonra tövbə edərəm, heç də gedib tövbə də edə bilmir. Niyə edə bilmir? Artıq o ruhun üstü, belə deyək də, toz o qədər, ruhun deyirəm, qəlbin üstü o qədər toz bağlayıb ki, gedib addım ata bilmir tövbə qapısına. Bir bu. İkincisi, qəza və qədərə təsiri var. Üçüncüsü, axirətimizə təsiri var. Yəni diqqətli olaq bu üç məsələ. Tövbə eləsək belə yenə də təsiri var. Hətta ibadətlərimizi belə yandıra bilərik. Bir dənə qısa belə deyək səhvlə. Bir alim var idi, adı yadımdan çıxıb. Balaca bir səhv elədi. Deyir, gördüm ki, indi deyir mənim 20 illik yatıb ya yuxuda görüb ya mükaşifə edib, deyir 20 illik mənim ibadətimi yandırdılar. Balaca bir səhv. Belə. Və insan daim çalışmalıdır ki, özünü qısaca da olaraq bunu qeyd edək ki, təftiş eləsin, baxsın əməllərim nə yerdədir. Mən axı belə deyək də bir kitab yazıram, sabah bu kitab mənə təqdim olunacaq deyəcəklər. Bəziləri deyəcək ki, apar o tərəfə o kitabı. Deyir, mən baxmaq istəmirəm. Bu nə kitabdır, ilahi mən yazmışam. Allah aqibətimizi xeyirli qərar versin inşallah. İnşallah ki, bu mövzumuz davam eləyəcək. Təşəkkürlərimi bildirirəm. Sağ olun, salamat qalın.